Bugün Göyçay rayon Şəhidlər Xiyabanında Vətən müharibəsinin qəhrəman şəhidi, xüsusi təyinatlı qüvvələrin mənsubu Əliyev Elnur Ərəstunoğlunun mövlud günü münasibətilə anım mərasimi keçirilib. Mərasim Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra çıxış edən natiqlər şəhid Elnur Əliyevin vətənə sədaqətindən, döyüşlərdə göstərdiyi misilsiz igidlikdən, ön cəbhədə nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətdən geniş bəhs ediblər. Bildirilib ki, onun keçdiyi şərəfli ömür yolu gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Anım mərasimdə Göyçay rayon şəhid ailələri, rayon sakinləri, ictimaiyyət nümayəndələri, din xadimləri və şəhidin doğmaları iştirak ediblər. Daha sonra şəhidin ruhuna dualar oxunub, məzarı önünə gül dəstələri düzülüb. Tədbir şəhid Elnur Əliyevin yaşadığı evdə onun əziz xatirəsinə ehsan süfrəsi ilə yekunlaşıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad, məkanları cənnət olsun. Etibar Bəşirov, Göyçay naminə.